Bugün uşaqların izlədiyi cizgi filmlərinin sayı və əlçatanlığı xeyli artıb. İnternet platformalarının geniş yayılması ilə nəzarətsiz və yaşa uyğun olmayan məzmunlara çıxış da daha asanlaşıb. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət uşaqların psixoloji inkişafı üçün müəyyən risklər yarada bilər. Psixoloqların sözlərinə görə, zorakılıq, aqressiya və qorxu elementlərinin üstünlük təşkil etdiyi cizgi filmləri uşaqlarda davranış dəyişikliklərinə səbəb ola bilər. Aygül Məlikova bildirib ki, cizgi filmləri uşaqlar üçün yalnız əyləncə vasitəsi deyil, eyni zamanda onların psixoloji inkişafına mühüm təsir göstərən amillərdən biridir. Uşaqların izlədiyi cizgi filmlər sadəcə əyləncə vasitəsi deyil, onların duyğu dünyasına, davranışına, nitqinə, diqqətinə, qorxu hissinə və hətta insanlarla münasibət qurma tərzinə təsir edən güclü psixoloji faktorlardan biridir. Bəzən valideynlər sadəcə cizgi filmdir deyə düşünə bilirlər, amma uşaq beyni xüsusilə də ilk illərdə gördüyü obrazları, davranışları və emosional reaksiyaları birbaşa model kimi qəbul edir. Uşaq yaxşı ilə pisi hər zaman ayırd edə bilmədiyi üçün ekranda gördüyü aqressiya, sürətli kadrlar, qışqırıq, qorxu və ya həddindən artıq stimul, dəyişən rənglər, dəyişən səslər onun psixikasına təsir göstərə bilər. Psixoloq kimi deyə bilərəm ki, son illərdə uşaqlarda diqqət dağınıqlığı, aqressiv davranışlar, səbirsizlik, emosional partlayışlar, yuxu problemləri hallarının artmasında uyğun olmayan məzmunların da rolu var. Bəs uşaq psixologiyasına ən çox təsir edən cizgi filmlər hansılardır deyə soruşsaz, ən riskli məqam təkcə pis mövzu deyil. Əsas problemlər həddindən artıq sürətli səhnələr, yüksək səs və qışqırıqlar, zorakılığın normallaşdırılması, qorxu və xaos, hiperaktiv vizual keçidlərdir. Məsələn, bəzi uşaqlar var ki, onlarda aqressiv davranış, qorxu, əsəbilik, valideynə qarşı müqavimət, diqqət problemi yaradan məzmunlar daha çox bunlardan qaynaqlanır. Bəs valideynlər mütəxəssislərin tövsiyələrinə nə dərəcədə əməl edirlər? İndi isə vətəndaşların fikirlərini öyrənək. Ən çox aqressiv filmlərdir, aqressiv filmlərə meyllənirlər, amma icazə vermirik. Daha çox öyrədici multiklərə qoyuram. Məsələn, Paçimuşkin, sonra Miray Qoşa, sonra Fiksi. Həmin cizgi filmlərin təsirlərini görmüsünüz? Oradan öyrəndiyim məlumatları sonra qızım başqa vaxt deyir, təkrarlayır. Hansı cizgi filmləri sevirsən, baxırsan? Krasna Maska sevirəm mən çox bəlkə. Krasna Maska cizgi filmdən nə götürürsən özün üçün? Nə öyrənirsən oradan? Ki hər gün dost olmaq lazımdır və bu pisiləri vurmaq lazımdır. Mütəxəssislərin fikrincə, bu məsələdə valideynlərin əsas məsuliyyəti uşaqların izlədiyi məzmunu nəzarətdə saxlamaq, yaş kateqoriyasına uyğun seçim etmək və maarifləndirici kontentə üstünlük verməkdir. Araşdırmalar göstərir ki, düzgün seçilmiş cizgi filmləri uşaqların inkişafına müsbət təsir edir. Lakin nəzarətsiz və aqressiv məzmun uzunmüddətli psixoloji problemlərə səbəb ola bilər. Havar Şəfiyeva, Cuma Kazımov, Leyla Səməndər, Yeni Azərbaycan TV.